Günlük bir makyaj edeceğim. Öncelikle bronzer olarak Rivalme'nin bronzerını istifadə edeceğim. Hem yüzü konturlamak için hem de bronzer məqsədilə tam almacıq sümüyünün aşağı hissəsinə tətbiq edirəm. Güneşte çok gezmeyi sevmirəm çünkü havalar dəhşət istidir. 38-39 kimi hiss edirəm yani. Çene hissəmi mütləq bir şəkildə konturluyuram. Belə bir fırça götürdüm. Burnumun bu hissəsini ve bu hissələrini konturluyuram. Dodağımın tam üstünü belə bronzerla konturlayıram. Bunu nə üçün eləyirəm? Digər videolarımda da demişəm. Əgər yeni gələnlər varsa, dodağı daha elə bir həcmli göstərir. Mən bu metodu çox sevirəm həqiqətən. Sephora'nın ənliyini tətbiq edirəm. Rəngi belədir. Mən çox sevirəm bu ənliyi. Mənə yaraşdığını düşünürəm. Biraz burun üstünə. Biraz da gözlərinizin və çənənizə tətbiq etsəniz çox gözəl görünəcəyini siz də görəcəksiniz. Highlighter, pastelin highlighterını göz pınarlarıma və burun konturunu da öne çıxardır. Mükəmməl. Dodaq üstümə və çənəmə də tətbiq edirəm. Baş altına. Keçirəm dodaq konturuna. Miss Stacy'nin karandaşını istifadə edəcəm. Yumuşaq bastırıram. Qətiyyən sərt bastırmıram. Çünki çox pigmentli olmasını istəmirəm. Keçirəm lipstikə. Pomada olaraq Kiko'nun 104 istifadə edəcəm. Bunun rəngini çox sevirəm. Görürsünüz, dodaqda çox təbii, çox gözəl nude tonlardadır. Üzərindən sprey sıxacam. Qurumasını gözləyəcəm. O pudra görüntüsünü getməsi üçün videonu başlatmazdan əvvəl üz makyajımı, cilt makyajımı etmişdim. Makyajım bu qədər. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Məni takip atmağı və videonu bəyənməyi də unutmayın. Öpdüm.